asudə bəlkə deyirik farsi bir addır. Bəzi bu farsi adlar da var. Çünki bu kitabda gözəl adlar Hüseyn Vəfamət o adları toplayıb ki, qədim zaman qoyularmış. Yaxud qədim bəzən belə farsi adlar da var imiş və qoyularmış. Yəni yaygın imiş bəzən. Ona görə bu adlar çox qədimi olduqlarına görə nəzərinizə ala-bula gələ bilər. Məsələn, adı sönməz buna. Bunlar əgər nəzərdə ala-bula gəlir. Çünki biz nəsl, yəni fasıllaşmışıq və öz dilimizdə olan kəlmələr nəzərimizə ala-bula gəlir, əzib qərib gəlir. İlləti o dilimizdən uzaq qalmamızdır. Bir də çıxıb bu adların çoxu qulağımıza dəyməyibdir, ona görə nəzərimizə gəlir. Məsələn, keçəklərlə. Ələn mən bu kitabı 15 il qabaq almışdım. 15 il qabaq mən hangi adı ki söymüşəm, böyründə bir dənə ulduz əlaməti qoymuşam. Məsələn, bunlar söydüyüm adlar imiş. Amma indi görəm, məsələn, adların çoxunu söyrəm. Bu adları mən çoxunu indi söyrəm. Arkanı söyrəm, Artun söyrəm, Arat, Asal, Asablar söyrəm, Aslanı söyrəm. Yəni, bu neçə ildə, çünki 15 ilin içində mən dilimi daha çox öyrəşmişəm və bu adlar qulağıma dəyibdir. Bəzən, məsələn, o zaman şəhər Arat adı heç qulağıma dəyməmişdir. Ona görə nəzərimə qəşəng gəlməyib o zaman. Amma indi üçün qulağıma dəyib və alışmışam, nəzərimə gözəl bir ad gəlir. Bu dillədir ki, qabaq postunda demişdim, şair yecam, niyə bəzi adlar nəzərimizə qəşəng gəlmir. Gəlir idi bu klipdə, bu postda bilən biləcəm. Məsələn, Aşar adı, məsələn, indi deyirik, niyə məsələn qədim zaman bir uşağın adını qəzə qoyur? İlləti budur ki, qədim özəlliklə türklərdə uşağın adını seçəndə o adı, illətə görə o adı seçərmişlər. Məsələn, fərz eləyək bir ailə o il ki, o uşaq olubdur, çox elə bilirlər, azuqə toplayarlar, bərəkətli il olub bilələrinə və illət, məsələn, o ola bilər ki, bu anlamda uşaqlarına ad seçələr. Və bu cür imiş ad seçmək. Bəzən də, məsələn, zahiri bir xislətinə görə, məsələn, biri qədəqaş gözü imiş, sarışın imiş, arıq imiş, kök imiş, dili şirin imiş, hər halda bu, ya, məsələn, zorlu imiş, bu cür xislətlərə görə ad seçərmişlər. Və o ad o zaman o cür imiş və sonralar da ki, biz, yəni, şinasnamə gələndən ad, yəni, əvvəldən qoyulubdur, uşaq dünyaya gələn kimin ad qoyulub, sonralar da belə, o da olub ki, yəni, belə olub ki, o adın kənarında o xisləti ilə tanınıb şəxslər. İsmail Heydərin hətmən o klipini görübsünüz. Bəzən xislətləri mənfi, bəzən müsbət, bəzən xumsallar. Məsələn, hətmən dövrə bərəzlərdə tanıyırsınız. Bəzi adamlar ki, bir xislətlə tanınırlar. Yəni, bu biz türklərdə var. Məsələn, Sürməli Fatma, nə bilim, Arıq Raziyə. Bunlar vardı. Bəzən mırd üçün, şuxluq üçün. Ya da elə ciddi o xislətlə insanlar tanınırlar. Türklərdə qədim də var imiş, indi də vardı hələ bəzi yerlərdə, məntəqələrdə.